Herkese salam, kanalıma xoş gəlmisiniz. Bu dəfə vlogu axşam başlayıram. Həmişəkilərdən fərqli olaraq, həmişə adətən səhər saatlarında başlayırdım. Yoldaşım kənddə işləyir və oradan gələndə belə kənd məhsulları alıb gətirmişdi. Yumurta, toyuq, bir-bir yumurtaları silirəm. Həmişə silməmiş soyuducuya yerləşdirmirəm. Bu şəkildə qızım da mənə kömək etmək istəyir. Mən də silirəm, ona verirəm. O da qaba yığır, daha sonraki soyuducuya yerləşdirəcəyik. Burada isə yoldaşım toyuğu doğrayır. Bu dəfə ondan xahiş etdim. O da sağ olsun. Dedi ki, yaxşı mən doğrayaram. Çünki mən hər dəfə doğrayanda əlimi kəsirəm. Nəsə bir xəsarət yetirirəm əlimə. Ona görə ondan xahiş etdim ki, o doğrasın. Həmin müddət ərzində biz də qızımla yumurtaları silirdik bir-bir. Və fonda da maraqlı söhbətlər gedirdi. Qızım artıq məktəbə başlayıb. Bizim yeni mövzularımız var. Hər gün onun dərsləri ilə maraqlanırıq. Bu mövzularda söhbətlər edirik. Bu sıradakı söhbətimiz isə biraz fərqli mövzudaydı. Son vaxtlar yəqin ki, ölkə ərazisində iri buynuzlu mallar arasında xəstəlik yayıldığını eşidir hər kəs. Biz də eşitmişik və ona görə də mal ətindən istifadə etməyə bizi biraz çəkinirik. Ona görə də bir neçə zamandır ki, toyuq ətindən istifadə edirik. Burada mən qaynadıram. Çox qaynatmıram. 5-10 dəqiqə qaynara düşəndən sonra gözləyirəm, qaynayır və ətləri götürürəm. Suyunu da istifadə etməyəcəm bu dəfə. Ətlərini yığıram ki, sabah yemək hazırlayım. Burada isə artıq evdə hər kəs yatıb. Mən də son səliqə işlərini görürəm ki, sabaha işlərim biraz azalsın. Gündüzlər işlərim çox olur. Həm uşaqlarımla məşğul oluram. Az yaşlı şagirdlərim var, 5 yaşlı qrupum, onlarla məşğul oluram. Həm onlayn dərslərim olur, qızımı məktəbə aparıram. Ona görə də çalışıram ki, bəzi işləri gecədən görüm ki, sabaha daha asan olsun və paltarları qatlayıram. Bizdə paltar həmişə bol olur, tez-tez yuduğum üçün. Daimi bizdə qatlanası paltarlar olur. Daha sonra isə bəzi yüngül işləri edirəm və daha sonra mən də yatmağa gedirəm. Güllərim də artıq solub, sabah bunları dəyişməliyəm, atmalıyam. Ancaq indi etmək istəmədim, gedirəm, qalan işlərim qalsın sabaha. Otaq təravətləndirici ətirləri də çox sevirəm. Bu dəfə lavanda qoxulu almışam, möhtəşəmdir. Ətri bütün evi bürüyübdür. Çox gözəl ətri var. Gedirəm yatmağa. Sabah görüləsi işlərlə birlikdə sizi salamlayacağım. Aha, artıq bizdə sabahdır, səhər açılıb, gözəl hava gəlir çöldən, baxıram. Çox gözəl, sərin, hava da əsl payız havası və keçirəm işlərimi bir-bir görməyə. Əvvəlcə qatladığım paltarları yerləşdirirəm, güllərimi də artıq toz basıb. Bugün biraz səliqə işləri də görəcəm, ancaq gedirəm qızımı yanına, onu da oyatmaq istəyirəm ki, tez oyansın. Son vaxtlar çox gec oyanır, gecə də yatmaq istəmir və istəyirəm ki, bu prosesi düzəldək. Ona görə də onu oyadıram, əynini geyindirirəm, gəlir televizora baxır. Mən də artıq buraları yığışdırmışam. Görün necə səliqəli, tərtəmizdir. Görək neçə saat belə davam edəcək. İndi isə gedirəm, qızımın yataq otağında səliqəyə salıram və səhər yeməyi hazırlamaq istəyirəm. Mən artıq yemişəm. Qızım üçün hazırlayacağım. O yumurta yeməyi çox sevir. Ona görə də ona yumurta bişirəcəm. Axşam kənddən gəlmiş təzə yumurtalar var. Ona görə də hazırlayacağım. Sevdiyi yeməkdən doyunca yesin. Yemək hazırdır. Ona yumurta bişirdim. Həm belə qızartma, həm də soyutma yumurta hazırladım. Hər ikisini çox sevir. Düzdür, ikisini də eyni gündə adətən vermirəm. Gerkules hazırlayıram və yanında yumurta verirəm. Ancaq bu dəfə çox istədi. Ona görə də mən də yumurta hazırladım. Keçirəm, tez tələsik yemək hazırlayım. Çünki getməliyik. Düzdür, bugün məktəb yoxdur, ancaq şahmat dərsimiz var. 5-ci günlər biz şahmat dərsinə gedirik. Bu axşamki toyuqdur, hazırladığım. Dostlar, suyundan biraz götürdüm. Sizə demişdim ki, götürməyəcəm, amma biraz süzdüm, suyundan götürdüm. Yemək daha dadlı alınır, ona görə. Və başlayıram yemək hazırlamağa. Bu yemək mənim özümün ən sevdiyim yeməkdir. Əvvəlki videolarımda da sizə demişəm, uşaqlığımda bu yeməyi anam çox tez-tez bişirirdi. Demək olar ki, həftənin 7 gününün 3 gününü bizdə bu yemək hazırlanırdı. Ona görə mənim ağız dadıma çox uyğundur, çox bəyənirəm. Evimizdə də tez-tez hazırlayıram. Ona görə qızım da sevir, yoldaşım da sevir, evdə hər kəs bəyənir. Və keçək hazırlanma prosesinə. Qısa şəkildə sizə deyəcəm, mən necə edirəm. Mənə görə bu yeməyə dad verən şirin bibərdir. Ona görə də şirin bibərdən istifadə edirəm. 1 ədəd iri qırmızı şirin bibər, 1 ədəd isə yaşıl şirin bibərdən istifadə edirəm. Əvvəlcə onları doğrayıram, toxum hissəsindən ayırıram. Daha sonra isə bol suda yuyacağam və soğanı da bol xoşlayıram. Ona görə 2 ədəd soğandan istifadə etdim. Kartof çox da bizim evdə yeyilmir. Ona görə də az götürdüm, 2 ədəd götürdüm və soğanları xırda-xırda doğrayıram.
Daha sonra növbə ilə digər tərəvəzləri doğrayıram, biberləri doğrayıram. Bacardığım qədər soğanı xırda edirəm. Bu da mənim öz zövqümə uyğundur. İstəyirəm ki, soğan yeməyin içində çox da bilinməsin. Daha sonra isə biberləri doğrayıram bu şəkildə. Biber və soğanın hər birini eyni qazana əlavə edirəm və qovururam. Çox qızartmıram, sadəcə biraz qovururam. Mən həmişə yeməklərimdə kərə yağından istifadə edirdim, amma son bu olanlara görə, mallar arasında xəstəliyin yayılmasına görə artıq kərə yağından da imtina etmişik, çünki mən kənddən alırdım. Təbii kərə yağından istifadə edirdim. Ona görə də bu aralar biraz ehtiyat edirəm və ona görə yeməklərimi duru yağla bişirirəm. Artıq mənim yeməyim hazırdır. Çox dadlı, ləzzətli, belə bir yemək alındı. Suyunu da az xoşlayıram. Və bu da turşudur. Biberin içərisinə kələm yığmışdılar. Çox ləzzətli idi. Burada isə biz hazırlaşırıq. Şahmat dərsinə gedirik. Qızım çox sevinir şahmat dərslərinə getməyi. Artıq biz burada dönürük. Mən yol üstü mağazaya daxil olmuşdum və evə lazım olan bəzi şeylər almışdım. Bu şirniyyatı yəqin ki xatırlayırsınız. Bizim uşaqlıq illərimizin ən dadlı, vazgeçilməz şirniyyatı idi. Bunu gördüm, 2 ədəd aldım. Birini özümə, birini yoldaşım üçün aldım. Qızım da özü üçün toy box götürmüşdü. İndiki uşaqlar da onu sevirlər. Yəqin ki o da onların uşaqlıq xatirəsi olacaq. Və bugün tort hazırlayacağım. Ona görə tort üçün lazım olan bəzi məhsullar aldım. Mütləq izləmədə qalın. Çox ləzzətli, tez başa gələn, az ərzaqdan istifadə edilən bir tort hazırlayacağım. Ancaq əvvəlcə çay içirəm. Mənim sevdiyim şirniyyat, xatirəsini də qızımla danışıram ki, biz uşaq olanda çox da çeşid yox idi, ancaq bu şirniyyatlar var idi və mən bunu çox sevirdim. Ona görə almışam, birini də ata üçün almışam, o da saxlayır ki, yana gələndə mən verəcəm, atama sürpriz edəcəm. Və belə çayımı içirəm və keçəcəm tort hazırlamağa. Baxarsınız, çox ləzzətli olur. Burada artıq yoldaşım işdən gəlir. Qızım isə bu dəfə onun toy boxundan belə kiçik sehir qutusu çıxmışdı, belə deyək. Bir dəfə açanda dovşan itir, digərində isə görünür. Ona çox maraqlı gəlirdi. Elə mənim özümə də maraqlı gəldi. Atasına göstərir, burada sevinə-sevinə. Atası da baxır diqqətlə. Və o da öz şirniyyatı ilə çay içir. Çox bəyəndi. Dedi ki, mənə uşaqlığımı xatırlatdın, yadıma saldın. Burada da qızımla biraz oynayırıq. Deyir ki, mütləq mənimlə oynamalısan. Mən ona quş düzəltməyi öyrədirəm, təyyarə düzəltməyi öyrədirəm. Siz necə deyirsiniz bilmirəm. Və budur, düzəldir. Biraz onunla zaman keçirirəm. Və bayaqdan söz verdiyim tortu bişirməyə gedəcəm. Əslində tələsirəm, ancaq qızım oynamaq istəyir məndən. Ona görə də onun xətrinə dəyə bilmirəm. Artıq onu da razı salıram. Birlikdə gedirik şirniyyatımızı hazırlamağa. Dostlar, öncədən qeyd edim ki, bu şirniyyatın hazırlanma kadrlarından bəziləri silinir telefonumdan. Bunu necə etmişəmsə bilmirəm. Ona görə əlimdə olan kadrlardan çalışıb istifadə edəcəm və sizinlə resepti paylaşacağım. Ancaq daha ətraflı şəkildə hazırlanma qaydasını açıqlama hissəsində qeyd etmişəm. Keçid edib oradan baxa bilərsiniz. Burada 1 stəkan şəkər tozu, 2 qaşıq un, xörək qaşığı və 2 ədəd yumurtanı əlavə edib belə yaxşıca qarışdırıram. Bişmiş krem hazırlamağa çalışıram və bunun üçün bizə 2 stəkan yarımda süd lazım olacaq. Stəkanın ölçüsü isə 200 ml-dir. Hazırladığım qarışımı südün içinə əlavə edirəm. Orta atəşdə qarışdıraraq qarışdırmanı qətiyyən dayandırmadan bişmiş krem hazırlayıram. Qarışdırmanı dayandırsaq dibi tuta bilər, yapışa bilər. Ona görə qarışdırmırıq. Həm də içərisində topalar şəklində qala bilər və bu da xoşa gəlməz həm görüntü, həm də dad yaradır. Ona görə dayanmadan qarışdırırıq. Təxminən 15-20 dəqiqə ərzində hazır olur. Qatılaşana qədər artıq biz hiss edirik ki, bu qatılıq da yaxşıdır. İndi mən burada göstərəcəm. Bax bu şəkildə. Onu götürürəm, şüşə qaba əlavə edirəm bu şəkildə. Daha sonra üzərini isə streçlə bağlayıram ki, hava ilə təmasda olub üzü qaysaqlanmasın. Və qoyuram ki, tamamilə soyusun. Həmin müddət ərzində də keçirəm xəmirini hazırlanmağa. Xəmir üçün bizə 1 ədəd qatılaşdırılmış süd lazım olur. Onu belə qaba əlavə edirəm. Burada nə qədər edirəm tökülmür. Daha sonra qaşıqla əlavə edirəm. Və üzərinə 1 ədəd yumurta əlavə edirəm. Və 1 xörək qaşığı sirkənin üzərinə 1 çay qaşığı soda əlavə edib qarışdırıb əlavə edirəm bura. Bunu ona görə edirəm ki, dadı gəlməsin, dadını öldürür sirkə. Daha sonra isə yaxşı bu qarışımı qarışdırıram yumurta içərisində tam həll olana qədər. Daha sonra hissə-hissə un əlavə edirəm və xəmir yoğururam. Xəmir bərk alınır, çox da yumuşaq olmur. Orta yumuşaqlıqda xəmir alınır və xəmiri
8 bərabər hissəyə bölürəm. Həmin hissələr məndə təəssüf ki, alınmadı. Mən o hissələri silmişəm, dediyim hissələrdir. Ancaq siz 8 hissəyə bölürsünüz və hər hissəni bişirirsiniz. Sobanın arxa üzündə bişirirsiniz. Təxminən 180 dərəcədə üst qatda bişirirsiniz. Çox qızarmağa qoymursunuz. Belə ağ olanda götürürsünüz. Və hazırladığım krem də artıq hazırdır. Həmin bişmiş kremi bir ədəd sana ilə birlikdə çalıram. Belə krem, ağ krem halına gətirirəm. Siz də belə edərsiniz. Daha sonra yuxaları bir-bir sərirəm. Hər qatını kremləyirəm və üzərindən bərk-bərk basıram. Belə gözəl görüntülü tort alınır. Üzərini isə kənarlarından çıxmış qırıntılar ilə bəzəyirəm. Görün necə mükəmməl görünür. İnanın ki, dadı da belə mükəmməl idi. Bu tortu həmin gün kəsmək olmaz, bir gün saxlayırıq. Mən saxlamışdım və növbəti gün kəsmişdim. Belə gözəl idi. Görün necə gözəl qat-qat, dadı da möhtəşəm. Alınır, növbəti gün kəsmişdik və yemişdik. Burada isə biz şəhərə getmişik. Qızıma çoxdandır söz verdiyimiz karandaş setini almağa. Daha doğrusu atası söz verib ki, sənin üçün rəngli karandaş boya seti alacağım. Bugün dediyimiz həmin hədiyyəni almağa gəlmişik. O da çox sevindi. Hədiyyəni aldıq, evə gəldik. 30 manat idi. Dostlar, bilirəm ki, maraqlı olacaq qiyməti sizin üçün. Burada isə o öz hədiyyəsini açır, çox sevinir, elə biz də sevinirik. Arzu edirik ki, heç bir uşağın arzusu heç zaman xəyal olaraq qalmasın, hər zaman gerçək olsun. Dostlar, elə bu hissədə sizinlə də sağollaşmaq istəyirəm. Sona qədər baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Sizdən bir xahişim var. Əgər hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olmaqla, videolarımı bəyənməklə, şərhlər yazmaqla mənə dəstək olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər çalışacağım sizlər üçün daha maraqlı videolar, vloglar hazırlayım. Hələlik!